Salam, hər vaxtınız xeyirli və uğurlu olsun. Cənab Prezident Ali Başkomandan, Azərbaycanın sevimli xanıma, vitse-prezidenti Mehriban xanım. Üzümü tutub sizdən xahiş edirəm. Mən Allahverdiyev Bayram Cəlaloğlu 24 il hərbidə sərhəd qoşunlarında xidmət edib. Bugünkü günü pensiyadayım. Kiralərdə yaşayıram. Aldığım pensiya azdır. 350 manata kira qalıram. Binəqədi rayon icra hakimiyyətinin yanına gedirəm, qəbuluna gedirəm. Mənə deyir, sənə nə ev düşür, nə də ki pensiya. Niyə? Azərbaycan xalqı deyiləmmi? Mən Azərbaycanın vətəndaşı deyiləmmi? Bu Azərbaycana xidmət eləməmişəmmi? Sovetin vaxtında 15 il xidmət eləyənlərə evlə, maşınla, hər bir şeylə təmin edirlər. Amma bugünkü günü biz Azərbaycanda bizə bir otaqlı, iki otaqlı ev vermirlər. Hamısını icra hakimiyyətləri özlərinə, bizə ayrılan pulları özlərinə villalar tikirlər. Balaların altına xarici maşın alıb atırlar. Amma bugünkü günü bizim qapımızda bir dənə zapımız yoxdur, bir otaqlı, iki otaqlı evimiz yoxdur. Bugünkü günü çətinliklə dolanırıq. Hərbidən çıxıb gedib fəhləlik eləyirik. Xahiş edirəm Cənab Prezident Ali Başkomandan, bizə köməkli eləyin. Biz bu vətənə, bu millətə, bu torpağa 24 il gəncliyimizi qoymuşuq. Binəqədi rayon icra hakimiyyətinə deyirəm, gətir 24 ilimi geri qaytar. Mən özümə evdə, eşikdə, hər bir şeydə tikəcəm. Mənə deyir, git şikayətini hara bildirirsən, bildir. Biz heç nədən çəkinib qorxmuruq. Gəlsin üzünə qarşı deyim o mənim, o sözü deyənin. Deyir, get məhkəmə ver, get hara şikayət edirsən elə. Deyirəm, mənim məhkəmə hərbi o vaxtı götürməyib ki, xidmət eləməyə. Bugünkü günü mən məhkəmələrə çıxıb. Sadəcə vətənə xidmət eləmişəm, xahiş edirəm mənə kira puluna təmin edəyim. Ev vermişsiniz, heç olmasa kira puluna təmin edəyim. Mənə deyir, biz sizə heç nə verə bilmərik. Get, harada şikayətini bildirsən, bildir. Mən axırıncı dəfəsi ailəmlə, uşaqlarımla gedəndə, balalarımın yanında mənə deyir ki, elə sizi burada polislə çıxardıq. Nə eləmişdik biz? Oranı partlatmağa getmişdik və dağıtmağa getmişdik. Bizi polislə qandalayıb çıxardır. Binəqədi rayon icra hakimiyyətinin müavinləri. Hətta mənim oğlum 14 yaşında mənə dedi, ata, o sizə deyən o da sizi kimi pagon daşıyırdı. O niyə o sözü deyirdi sizə? Siz bu vətən uğrunda canınızdan keçmişsiniz. Mən o yerdə ölüm lazım idi ki, evladım mənə o sualları verirdi. Cənab Prezident. Biz bu millətə, bu torpağa canımızı vermişik, qanımızı tökmüşük. Bugünkü günü heç bir ölkədə bizi kimi döyüşən, bizi kimi vuruşan, torpaq uğrunda canından keçən heç bir ölkə yoxdur. Ona görə də bizə qiymət vermirlər, Cənab Prezident. Bu icra hakimiyyətləri, mənim bu müavinlər heç biri qiymət vermir. Biz bir eləmi qiymətsizlik, bir eləmi qiymətsizlik insan olduq, bir eləmi qiymətsiz bu vətənə, bu torpağa xidmət elədik. Xahiş edirəm, Cənab Prezident, Binəqədi rayon icra hakimiyyəti mənə kira pulu versin, heç olmasa. Ev vermir, heç olmasa kira pulu versin. Mən də ailəmi, balalarımı dolandıra biləm. Ailəmi, balalarımın əlini bir sürəyə çatdıram. Bugünkü günü fəhləlik edirəm. Orada, burada 24 il hərbidə işləyib, bugünkü gündə gedib fəhləlik edirik. Daş qaldırıb, torpaq dökürük, torpaq daşıyırıq, palçı qatırıq. Xahiş edirəm, Cənab Prezident, bu barəsində xahiş edirəm, mənə köməklik. Sizdən dönə-dönə xahiş edirəm.